Salam dəyərli izləyicilər, Naxçıvanda 15 yaşlı oğlana qeyri-etik hərəkətlər edən gizirdən bir məlumat var. Naxçıvanda TikTok'da tanış olduğu 15 yaşlı oğlana dəfələrlə seksual xarakterli hərəkətlər edən gizirə 9 ay həbs cəzasının verilməsi müzakirə mövzusuna çevrilmişdi və Naxçıvan Ali Məhkəməsi 2 ay əvvəl verilmiş hökmü dəyişib. Məhkəmə zərər çəkmiş şəxsin yaxınlarının və prokurorun şikayətlərini əsaslı hesab edib hakimlər 1-ci instansiya məhkəməsinin cinayət məcəlləsinin 62-ci, yəni sanksiya həddindən aşağı cəza təyin etmə maddəsi tətbiq edilmədən müttəhimə belə aşağı cəza təyin edilməsini qanun pozuntusu kimi qiymətləndirib. Yeni qərarla mənfi xarakterizə edilməklə ordudan xaric edilmiş gizir Sənan Pənahovun cəzası 9 aydan 2 ilə qaldırılıb. Qeyd edək ki, Sənan Pənahova cinayət məcəlləsinin 152.1 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə ittiham olunub və həmin maddənin sanksiyasında 1 ildən 3 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.